Bizim bugünkü mövzumuz olacaq faizinə görə ədədin tapılması. Faizinə görə ədədi biz necə tapırıq? Deməli, ilk öncə ədədin faizinin tapılmasını təkrar olaraq düsturu deyim. Ədədin faizini tapmaq istəyiriksə, məsələn, A ədədinin bizə deyilir ki, B faizini tapın. A ədədinin B faizi. Onda necə tapırıq? Deməli, A ədədinin B faizi. Bu ədədə görə faizin tapılmasıdır. Bir də var ki, A faizi B olan ədəd. A ədədinin B faizi nə deməkdir? Yəni A vurulsun B bölünsün 100. Bu ədədin faizinin tapılmasıdır. Bir də var ki, faizə görə ədədin tapılması olacaq. Deməli, B vurulsun 100 bölünsün faiz. Yəni faizə görə ədədi tapmaq bizdən tələb olunursa, ədədi vuracağıq 100-ə, böləcəksiniz həmin o faiz göstərən ifadəyə, rəqəmə. Deməli, keçək sualların izahına. Deməli, 21% 6,3 olan ədədi soruşur bizdən. 21% 6,3-ə bərabər olan ədəd. 6,3 vurulsun 100 bölünsün 21 bərabərdir. Bir sıfırla bu virgül gedəcək. Çünki ona 100-ə 1000-ə vurmada virgül sıfırların sayı qədər sıralı sürüşür. Yəni 63 vurulsun 10 bölünsün 21. Deməli, 63-ü 21-ə sürərsə, məxrəcimə 21-ə ixtisar yaparsam, eləyəcək 21 bölündə 1, 63-ü 21-ə bölündə qalır 3, 3-ü də ona vuranda eləyəcək 30. Cavabımız burada elədir 30. Sonra, məsələn, misal 2-dən bir nümunə qeyd edeyim. 3% 12 qram olan ədədi soruşur məndən. 3% 12 qram olan 12-ni biz onda vuracağıq 12 vurulsun 100-ə bölünsün 3%. 3-ü deməli 12-yə bölsək 4, 4-ü də 100-ə vursaq eləcək 400 qram. Sonra məsələn 30% 4,5 litr olan kəmiyyəti soruşur. 30% 4,5 litr. 4,5 vurulsun 100 bölünsün 30%. Deməli, 0-la virgül getdi, bu 0-la bu getdi. 45-i də 3-ə bölsək eləyəcək 15. Yəni 30% 4,5 litr olan kəmiyyətimiz bizim 15-ə bərabər imiş. Sonra baxaq digər suallara. Məsələn, deyilir ki, 3 nömrəli suala baxsaq. 3 nömrəli sualda. Kartofda deyir 20% nişasta var. Bunu bildik ki, kartofda bizim 20% nişastamız var. Sonra deyir ki, bu 15 kiloqram nişasta hazırlamaq üçün ümumi nə qədər kartof bizə lazım olur? Deməli, 15 kiloqram kartofa nə qədər nişasta düşür? Faiz düşür, 20% nişasta düşür. Bəs ümumi biz bilmirik axı, bizə o tapmaq lazımdır. Kartofun miqdarını soruşur. Ümumini də biz həmişə 100% olaraq qəbul edirik. Deməli, çarpaz vursaq, x vurulsun 20 bərabərdir. 15 vurulsun 100-ə. X bərabərdir 15 vurulsun 100 bölünsün 20. Sıfırlar getdi, yəni söz və məxrəci biz ona bölsək, sıfırlar gedir. Onu 2-yə bölsək, deməli, onu 2-yə böləndə 5 qalır. 5-i də 15-ə vursaq, eləyəcək 75. Deməli, ümumi kiloqramımız, kartofun kiloqramı 75 kiloqramdır. Məsələn, burada 7, 8, 9 nömrə tapşırıqlar, onu özünüz işləyəcəksiniz. Deməli, 10 nömrəli suala baxaq. 10 nömrəli sualda deyilir ki, traktorçu bütün yerin 36%-ni birinci gün. 36 deməli faiz. 36 faizi birinci gün şunu əkibdir. İkinci günə 30%-ni əkibdir. Üçüncü gün isə deyir ki, qalan 6,8 hektar yeri üçüncü gün əkibdir. Üçüncü gün qalan deyir 6,8 hektar bu qalandır. Deməli, bu burada əkilən hissələrdir. Deməli, onda 100-dən çıxacaqsınız nəyi? 36% əkib, 30% ikinci gün əkibdir. 100 çıxılsın 66 bərabərdir 34%-ə. Deməli, 34% bizim artıq qalan faizimizdir. Qalan faizində deməli 34%-ə 6,8 hektar əkibsə, bəs ümumi 100%-ə neçə hektar əkibdir? Biz onu bilmirik. İndi ümumini tapmalıyıq. Neçə hektar yer əkildi? Deməli, olacaq nə? 34 x bərabərdir 6,8 vurulsun 100-ə. Bu sıfırla virgül gedir. X də bərabərdir
680 bölünsün 34'ə. Qalacaq burada 2, 2-ni də ona vuranda necə 20. Deməli 20 hektar yer imiş ki, taxtası 3 gündən neçə hektar yer əkdi? 20 hektar yer əkdi. Sonra məsələn, digər sual nömrələrə baxaq. Əslinə qalsa hamısı eyni məntiqdir. 11 nömrəli suala baxaq. 11 nömrəli sualda nə deyilir? Deyilir ki, çənin oturacağı tərəfləri 4-5 olan düzbucaqlıdır. Bir çən çəkək. Oturacağı deyir düzbucaqlıdır. Bunu belə formada çəkim daha yaxşı görünsün deyə. Deməli, çənin oturacağı deyir ki, tərəfləri 4 və 5 olan düzbucaqlıdır. Biri 4 olsun, biri də 5 olsun. Deməli, bu tərəf 4, bu tərəf də 5 olsun, düzbucaqlıdır. Məndən hündürlüyü soruşur, çənin hündürlüyünü deyir tapın. Onun deyir ki, 80% su ilə doldurulmuşdur ki, bu da 43 kub metrdir. Deməli, çənin 80% su ilə doldurulub, 80%. Və bu da 48 kub metrə bərabərdir. Kub metrə bərabərdir. Bəs ümumi görək neçə ümumi çənimiz neçə kub metr tutur? Biz bunu tapmalıyıq. Ümumi də 100%-dir. Bu faizləri altta həmişə yazırıq. Deməli, 80-i vursaq x-a bərabərdir 48 vurulsun 100-ə. Bu sıfırlar getsə, yəni sağ və sol tərəfləri biz hər tərəfi onu ixtisar aparsaq, gedir onun sıfırlarımız gedir 8. 48 8-ə bölündə necə 6, 60 kub metr. Deməli, çənimiz ümumi 60 kub metr tutur. Bizə hündürlüyü lazımdır. Çənin hündürlüyünü soruşur bizdən. Çənin deməli həcmini biz necə tapırıq? Eni, yəni eni vurulsun, uzunluğu vurulsun hündürlük bərabərdir həcminə. Deməli, enimiz nə qədərdir? 5-dir. Uzunluğu deməli enimiz 4-dür, uzunluğumuz 5-dir, vur 4. H-ımız bilmirik, elə bizə H-ı soruşur, bərabərdir 60 kub metrə. Vəssalam. Buradan da hesablamamızı aparaq. 4 dəfə 5-in 20 H bərabərdir 60 kub metr. H da bərabərlə sıfırlar getsə, altında 2 bölüsü 3. Deməli, bizim hündürlüyümüz də 3 imiş. Sonra baxaq. Deməli, 4 ədəd verilir. Birinci ədəd bu ədədlərin cəmi 30%-dir. Baxın, bu tipli suallarda da çox düşür. Deməli, izah verim. Deyir ki, 4 ədəd verilmişdir. 4 dənə ədəd verilir. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd və dördüncü ədəd verilir. Deyilir ki, birinci ədəd bu ədədlərin cəminin 30% olarsa, birinci ədəd bu ədədlərin cəminin 30% olarsa, ikinci ədəd birincinin 80%-dir. Deməli, bizim ümumi ədədlərimizin cəmi nə qədərdir? Dördüncü ədəd 40 olarsa. Bizim ümumi ədədimiz bilmirik. Ümumi ədədlərimizin cəmi x olsa, birinci ədəd bu ədədlərin cəminin 30%-dir. X-in 30% nə deməkdir? X vurulsun 30 bölünsün 100. Yəni 0,3x-a bərabərdir. Birinci ədəd, ikinci ədəd birincinin 80%-dir. İkinci ədədimizdə, bax bu birinci ədəd ki var, 0,3x-in 80%, yəni 80 bölünsün 100-ə. Bu sıfırla bu sıfır gedəcək. 8 dəfə 3-ün 24. Bunu hesablamağı göstərəm aşağıda. 8 dəfə 3-ün 24. Deməli, 24-ü də biz 100-ə bölsək, eləyəcək də 0,24x. Yəni, buraya yazıram, mən 0,24x olacaq. Sonra, üçüncü ədəd isə birinci və ikinci ədədlərin cəminin 9-da 5 hissəsi qədərdir. Üçüncü ədəddə deyir ki, üçüncü ədəd. Birinci və ikinci ədədlərin cəminin, yəni 0,3x üstəgəlsin 0,24x cəminin 9-da 5 hissəsidir. Ədədin hissəsi deyəndə ədədə vuracaqsınız hissə göstərən ədədə. Yəni 0,3x üstəgəlsin 0,3x 3x üstəgəlsin 0,24x-ə. X-imiz heç. Bunları silim ki, çaşdırmasın sizi. 0,3 və 24. Deməli, toplasaq bunlar 4, 3, 2, 5, 0,54x-dir. 0,54, deməli, 0,54
54. Mən bunu belə də yaza bilərəm. %54 kimi də yaza bilərəm. Vurulsun 9-da 5. 9-da 54-ü 9-a böləndə 6, 6 və 5-in eləyəcək nə? 30 bölünsün 100 x. Bu da getsə necə 0,3 x. Üçüncü ədədimizi də belə tapdıq. Deməli, bizə nə soruşur? Dördüncü ədəd 40 olarsa, dördüncü ədədimizdə deyir ki, 40-da özü verib bunu. Dördüncü ədədimizdə bizim deyir 40 olarsa, qalan ədədlərin cəmini deyib tapın. İndi ümumi ədədimizi bizə verib x vermişdik. Deməli, qalan ədədlərin cəmini soruşur. Yəni bizim birinci ədədimiz nədir? 0,3 x-dir. İkinci ədədimiz 0,24 x-dir. Üçüncü ədədimiz 0,3 x-dir və dördüncü ədədimiz də 40-dır. Bərabərcə ümumi ədədlərin cəmi x-dir. İndi biz bunları toplasaq, baxın buradan bura qədər olan ədədləri toplasaq. Deməli, baxın buradan bura qədər olan ədədləri biz toplasaq, bizə nə verəcək? Ona baxaq. Deməli 0,3 0,3 0,24-ə eləcək 0,54. 0,54 üstələ 3 gəlsək, 0,54 üstə 3 gəlsək 0,84x. Deməli 0,84x. 0,84x üstə gəlsin 40 bərabərdir x-ə. Buradan 40 bərabərdir x çıxılsın 0,84x. 40 bərabərdir. X-in əmsalı bura nədir? 1-dir. 1-dən çıxsa 0,84-dür. Çıxımına deyirik ki, həmişə buralı biz 0 özümüzdən 0 əlavə edə bilərik. 10-dan 4 çıxsaq 6, burada 10 yox 9-dur. 9-dan 8 çıxsaq 1, burada da 1 yox 0 qalır. Burada 0-dan 0 çıxanda qalır 0. Deməli 0-dan 16x. Yəni 0-dan 110 x-imiz bərabər nəyə? 40 bölünsün 0-dan 16-ya. İndi buradan sonrasını həll edək. Buradan sonrasında deməli göstərmişdim mən sizə. Deməli, əgər bir ədəd onluq kəsrə bölürüksə, 0-dan %16 verilib də. Deməli, mən 100-ə hədəfçə məxrəci hədəfi 100-ə vursam, mən vergüldən azad edərəm kəsrimi. Olacaq necə? Deməli, bu iki sıfırla bu vergül getdi, qaldı 16. 4 vurulsun 1000 formasında yaza bilərəm. 4 və 4-ün 16. 100-ü də 4-ə bölsəm 25. Və 0-da yanında. Deməli, x-imiz oldu nə? 250. Məndə deməli, x-im oldu 250. Yəni, məndən burada soruşur ki, bu ədədləri deyir tapın. Qalan ədədləri tapın. 250, x-imiz 250-dir. Baxın, ədədimizin biri 0,3x-dir. 0,3x. 0,3-ü vursaq 250-yə. Bu 0-la bu vergül getdi. 3 dəfə 5-in 15, 3 dəfə 2-nin 6, 7. Birinci ədədimiz oldu 75. İkinci ədədimiz 0-dan %24 vurulsun 250. Bu 0-la bu 0 getsə qalacaq 2,4 vurulsun 25-ə. 25-i də 2,4-ə vursaq 4 dəfə 5-in 20 0 yazacaq 2 yadda. 4 dəfə 2 8, 2 də yadda 10. 5 dəfə 2 10, 2 dəfə 2 4, 1 də yadda 5. 0, 0, 6. Deməli, vergüldən sonra neçə rəqəm var? Bir dənə rəqəm var. Bir dənə 0 sağdan sola, bax sağdan sola doğru mən bu vergülləri ayırıram. Beləcə ikinci ədədim 60 olacaq. Birinci ədədim belədir 75. İkinci ədədim oldu 60. Üçüncü ədədimizi tapsaq, deməli 0,3x verilib burada. 0,3x bərabərdir. 0,3-ü mən 250-yə vursam, bu 0-la bu 0 getdi. Qaldı 3 dəfə 5-in 15, 3 dəfə 2-nin 6, 7, 75. Bu da 0-dan daha doğrusu 75 ədədinə bərabər oldu. Dördüncünün də özü bizə 40 veribdi, ona hesablamağa ehtiyac yoxdur. Baxın, bu formada hesablayırıq. Sonra keçək digər suala. Deməli, 20 nömrəli suala baxım, ya da 18 nömrəli suala. 18-ə baxaq. Hamısı eyni suallardır. 2 ədədin cəmi 75-dir. Yəni, biri olsun x, digəri olsun y. 2 ədədin cəmi deyir 75-dir. Birinci ədədin 60% ilə ikinci ədədin 20%-in cəmi 35-ə bərabərdir. Birinci ədədin 60%, yəni x-in 60% ilə deməli, ikinci ədədin, yəni y-in 20%-nin cəmi bərabərdir 23-ə.
Bu formada ədədin faizi düsturuna əsasən biz bunu hesabladıq. Deməli, bu da eləyəcək nə? 0,10 deməli, eləyəcək 6x bölünsün 10 üstə gəlsin 2y bölünsün 10 bərabərdir 23-ə. Ortaq məxərc gəlsə, deməli 10 6x üstə gəlsin 2y bərabərdir 23-ə. Biz bunları çarpaz vurursaq, 6x üstə gəlsin 2y bərabərdir 230-a. Deməli, mən burada hər ikisində baxın 2 ortaqdır. 2 ortaq olduğuna görə mötərizə xaricinə çıxarsam 3x plus y qalacaq bərabərdir 230-a. Deməli, 3x plus y nəyə bərabərdir? 230-u mən 2-yə bölsəm 1, 115 qalar. Deməli, ifadəmizin də birini bu tapdıq. Digəri nə idi? Digəri deyir ki, 2 ədədin cəmi 75-ə bərabərdir. 2 ədədin cəmi 75-ə bərabərdir. Baxın, burada qeyd eləmişəm. X plus y bərabərdir 75'ə. İndi bunları alt-alta yazsam, x plus y bərabərdir 75, digəri y plus 3x bərabərdir 115'ə. 2 dənə bax belə bir tənlik aldım. Bunu necə hesablaya bilərik? Deməli, baxın, böyük ədədimiz hansıdır? Böyük olan budur 115. 115. Böyük olandan kiçik olanı çıxacam. Yəni, y plus 3x, y plus 3x çıxılsın nə? Bu ifadə tənlik x plus y bərabər. Əgər mən birinci bunu çıxmışamsa, bərabərlikdən sonrakilərdə birinci hansını çıxmışamsa onu yazıram. Yəni, 115 çıxılsın 75'ə. Y plus 3x mötərizənin qarşısında həmişə mənfi olanda işarələr əksi olaraq dəyişəcək. X-in işarəsi nədir? Baxın, x-in işarəsi müsbətdir. Müsbəti mənfiyə vuranda x mənfi olacaq. Bu müsbəti mənfiyə vuranda y də mənfi olacaq. Bərabərdir. 115'dən də deməli, 115'dən çıxsaq 75 eləyəcək 40. 40'a bərabərdir. Sonra y-in baxın, biri müsbətdir, biri mənfidir, onlar getdi. 3x-dən x çıxanda qalır 2x bərabərdir 40'a. X də bərabərdir 42'yə bölünəcək 20. X tapdıq 20. Məndən deməli nə soruşur? Bu ədədləri deyir tapın. X-imizin biri 20'dir. Ədədimizin 2 ədədin cəmi 75 idi axı. X plus y məndə 75 verilmişdi. 18 nömrəli sualda. Biri əgər 20'dirsə, digər y-i necə taparam? X-in qiymətini gətirib yazaram, yeni hesablayaram. Y-nə bərabərdir 75 çıxılsın 20, 55'ə. Y-imiz olacaq 55. Deməli, ifadəmizin biri bu misal oldu. Cavabı bir də bu oldu. Bu formada hesablayacağıq. Sonra keçək digər suala. Digər 20 nömrəli sual da eynidir. 21 nömrəli suala baxaq. Ata oğlundan 28 yaş böyükdür. Atanın yaşı 60% ilə oğlunun yaşına 20% 30'a bərabərdir. Tamamilə eyni suallardır, yəni fərqli bir nəsə yoxdur burada ki, deyim fərqli nəsə var. Eyni formatda olan suallardır. Sonra keçək digərinə. Deyir ki, 2 ədədin nisbətinin faizli ifadəsi. 2 ədədin nisbətə faizli ifadəsi necə tapılar? Məsələn, sizə verirlər ki, məsələn, 5'də 3'ün deyilir ki, 2 tam 5'də 1 hissəsini deyil, 2 tam 5'də 1'i faiz nisbətini deyir tapın. 5'də 3'ün 2 tam 5'də 1 nisbətinin faizli ifadənin nisbətini faizlə ifadə edin deyir. Bəs bunu necə taparıq? 2 ədədin faiz nisbəti. 2 ədədin faiz nisbətini deyilirsə, ümumiyyətlə, birinci ədədimizi, baxın, bu birinci ədədimizi böləcək ikinci ədədimizə. Deməli, olacaq, yəni 5'də 3. Və birinci ədədimiz hansıdır? 5'də 3 bölünsün 2 tam 5'də 1'ə bərabərdir. 5'də 3 bölünsün 5'də və 2'nin 10 üstə gəlsin 1, 11 bölünsün 5'ə. Düzgün olmayan kəsə çevirməliyəm mütləq. Bərabərdir. Deməli, 5'də 3 kəsirini bölməliyəm mən 5'də 11. 5'də 3 bölünsün 5'də 11 bərabərdir. 5'də 3 vurulsun 11'də 5'ə. 5'lər ixtisar getdi, qaldı 11'də 3. Deməli, 2 ədədin faiz nisbəti budur. Yəni, 2 ədədin faiz nisbətini deyilirsə, bir ədədi digər ədədə böləcəyik, vuracağıq faizə. Yəni, 2 ədədin faiz nisbəti ümumi düsturu bu formada olacaq. Deməli, A bölünsün
Deməli, A bölünsün B vurulsun 100%. İki ədədən faiz nisbəti bu formada hesablanır. Sonra məsələn, digər sualda deyilə bilər ki, A ədədi 75-in 60%, A ədədi 75-in 60% olarsa, A ədədi, baxın, belə yazılacaq. A ədədi deyir 75-in 60% olarsa, yəni 60% bərabərdir. Bunu necə yazacağıq? A bölünsün 75, faizi kəsirincə çeviririk. 60 bölünsün 100-ə formada. Sonra B ədədi 12-nin 75%-ni təşkil edir. B ədədi də 12-nin 75%-ni təşkil edir. 75 bölünsün 100-ə. Vəssalam. Deyir ki, A ədədi A plus B cəminin neçə faizini təşkil edir? Deyir, indi A ədədi A plus B cəminin neçə faizini təşkil edir? Faiz deyirsə, faizə biz onu vurmalıyıq. İndi A-nı və B-ni tapaq oradan. Buradan hesablamadan tapaq. Deməli, sıfırlar ixtisar getsəm, A-da sıfırlar ixtisar getsəm, deməli, sözlə məxrəci 2-yə bölsəm, burada 3 qalacaq, burada 5 qalacaq. 5-dən də 75 ixtisar getsə qalacaq 15. Burada A-nı necə taparıq? A bərabərdir, çarpaz vursaq. Deməli, A vurur, burada 1 qalmışdı axı. Burada 1 qalmışdı. A-nı 1-ə vuran A, 3-ü 15-ə vuran eləcək 45. A-nı tapdım mən 45. İndi B-yi tap baxaq. Deməli, 25 ixtisar getsə, 75 25-ə bölsək, 3 qalacaq. 25-i deməli 100-ə, 100-ü 25-ə bölsək 4 qalacaq. 4 ilə 2, 12 ixtisar gedəcək 3 qalacaq burada. Burada da 1 qalacaq. Burada B bərabərdir 3 dəfə də 3-ün 9-a. B-ni də tapdıq belə. İndi qiymətləri yazıb yerinə sadəcə hesablamalıyıq. Məndən şərtdə nə deyirdi? A ədədi deyir ki, A plus B cəminin neçə faizini təşkil edir? Yəni, bax, bu A ədədi bu cəmin neçə faizini təşkil edir? Deməli, bərabərdir yazaq. A-mız nə idi? 45 idi, 45. A plus B-də, B-miz də budur. Deməli, 45 tapmışdım. Deməli, 45 də gəlsin 9, 54. Vurulsun 100%. Vəssalam. Deməli, hesablasaq. Bu sadə hesablamaları yerinə yetirsək bərabərdir. 54 ilə 45 ixtisar gedəcək 9-a. 9 dəfə 5-in 45, 9 dəfə 6-ın 54. Deməli, 2 ilə 100 ixtisar getsə, burada 3 qalacaq burada. 100-ü 2-yə bölündə 50 qalacaq. Deməli, 50-ni 5-ə vuranda 250 bölünsün 3 qalacaq. 250 bölünsün 3. Sonra bunu düzgün olmayan kəsri qarşı kəsrə çevirə bilərik və yaxud da ki, bu formada da saxlaya bilərik. Bu formada tapılır. Biz suallara baxaq. Məsələn, suallarda bizə nə deyir? Suallara görə bizə nə deyir? Deyir ki, aşağıdakı ədədlərin faiz nisbətini hesablayın. Deyir, məsələn, 14-ün deyir 4-ə faiz nisbətini tapın. 14-ün 4-ə faiz nisbəti. 14 bölünsün 4 vurulsun 100%. 100-ü 4-ə bölünəcək 25. 25-də mən 14-ə vursam eləyəcək 350. 350-yə bərabər olacaq. Sonra, məsələn, 4-də 3-ün 8-də 7-yə nisbətini soruşur mənə. Faiz nisbətini tapın. 4-də 3-ün 8-də 7-yə faiz nisbətini soruşur. Bərabərdir. Deməli, 4-də 3 bölünsün 8-də 7 vurulsun 100%. 4-də 3 vurulsun 7-də 8 vurulsun 100% çevirsəm onu. Deməli, 4-ü 8-ə bölündə 2, 3 dəfə 2-nin 6, 6-nı da 100-ə vuran eləyəcək nə? 600 bölünsün 7. Faiz nisbəti deməli 600 bölünsün 7 faizdir. Əgər faizə vurursa, burada faizin işarəsində mütləq yazmalıyam mən. Qeyd eləməliyəm. Sonra digər suala baxaq. Digər suallarda çevrilmələrdir. 25 ədədi 40-ın 200-ün 160-ın və 20-nin neçə faizdir? Baxın, 25 ədədi deyir ki, 40-ın neçə faizdir? 25 bölü 40 vurulsun 100%. Deməli, ixtisar getsə, 4-ün 4-dən 12 ixtisar getsə, burada 2 qalacaq, burada 5 qalacaq. 25-i də 5-ə vurub 2-yə bölsə 125 bölünsün
2% olar. Sonra sinifdəki 20 şagirddən 5-i əlaçıdır. Sinifdəki bütün şagirdlərin neçə faizi əlaçıdır? Sinifdə 20 dənə şagird var. Şagirdlərin sayı 20-dir və əlaçıların sayı onların 20 dənə şagirdin 5-i əlaçıdır. Sinifdəki bütün şagirdlərin neçə faizi əlaçıdır? Ümumi şagirdimiz 20-dir axı və bu 20-nin sadəcə 5-i əlaçıdır. Yəni 20-də 5 vurulsun 100%. Vəssalam, deməli 10-da 2 bölsək burada 5 qalacaq. 5-də bir də 5-in 25. Deməli 25% sadəcə əlaçıdır. Sonra deyilir ki burada hamısı bunlar eyni suallardır. Baxın 9 nömrəli suala baxaq. Deyir ki, A bölünsün B-yə bərabərdir, 4 bölünsün 5 tənasibi verilibdir. B ədədi A ədədindən neçə faiz çoxdur? B ədədidir A ədədindən neçə faiz çoxdur? Deməli, yəni mən bu sonda mən bu ifadəni tapmalıyam da, formada tapmalıyam mən. Deməli, onda bizim A-mız bura nəyə bərabərdir? A dedik ki, 4-ə, A 4x-a, B də 5x-a bərabərdir. Nisbət formasında veriləndə həmişə bu formada yazılır. İndi B-nin qiyməti nədir? 5x-dir, A-nın da qiyməti 4x-dir, vurulsun 100%. Getdi, 100-ü 4-ə bölündə eləyəcək 25, 25-i də 5-ə vuranda eləyəcək 25. Amma bizim cavabımız bu deyil. Bizdə şərtdə baxsaq, fikir versək, deyilir ki, B ədədi A ədədindən neçə faiz çoxdur? Yəni 125-dən çıxsaq 100-ü eləyəcək 25% çoxdur. Niyə görə 125-dən 100 çıxıram? Çünki bizim ümumi faiz göstəricimiz 100%-dir axı. Əgər 100%-dən artıq faiz olarsa, cavaba biz artıq faiz alarıqsa, deməli, artıq cavab alarıqsa, demək ki, bu artımı göstərir. Amma 125 yox, məsəl üçün mən burada 75 cavab alsaydım, axı 75 100-dən kiçikdir, demək ki, bu da bizə azalmanı göstərir. İndi burada da elə şərtdə də görürük ki, həqiqətən B ədədinin neçə faiz çoxdur. Yəni mən elə cavabı düz almışam da, yəni 125% çoxu göstərir. 125-dən 100-ü göstərəndə, 100-ü çıxanda cavabımız eləyəcək 25%. Yəni 25% çox imiş. Bizim cavabımız budur. Ona uyğun digər suallara baxsaq, deməli, baxaq məsələn, baxın, burada çox suallar elə bir-birinə oxşardır, eyni suallardır. Məsələn, baxaq, deməli, deyilir ki, burada 1 kub metr havada 0,21 kub metr oksigen var. 1 kub metr havada bu qədər oksigen var. Ölçüləri 7, 4, 3 metr olan otaqda oksigen 1 kub metr havada olan oksigenə faiz nisbətini tapın. Deməli, oksigeni biz deməli necə taparıq? Həcmlə, bir otaqda olan oksigeni biz necə tapa bilərik? Həcm üstünə əsasən 7 vurulsun, 4 vurulsun, 3 üstünə əsasən 4 dəfə 3-ün 12, 12-ni də 7-yə vursaq 84 kub metr. İndi deyir ki, ölçüləri 7, 4, 3 olan otaqda oksigenin 1 kub metr havada oksigen olan faiz nisbətini tapın deyir. Yəni 84-ün 1 kub metr havada oksigen nə qədər idi? 0,dan %21 idi. Vurulsun 100%. Buna deyir faiz nisbətini tapın bərabərdir. Hesablasaq demək sürətlə məxrəci mən 100-ə vursam, deməli 100-ə. Deməli bu sıfırlar bu vergül gedəcək. Qalacaq nə? 84. 4 dənə sıfır oldu. 1, 2, 3, 4 dənə sıfır oldu. Bölünsə 21. 21-i də 84-ə çarparsaq, 84-ü 20-lə bölsək eləyəcək 4 dəfə düşəcək. Deməli 4 40.000 kub metr oksigen var imiş. Sonra məsələn, baxaq hansı sual tiplərinə bunlar. Birinci ədəd, ikinci ədədin 40%, ikinci ədəd birinci ədədin neçə faiz təşkil edir? Bax, 15 nömrəli sualı yazıram. Bunlar hamısı oxşar suallardır. 15 nömrəli suala baxaq.
A ədədi 60-ın 75%-dir. Deyir ki, A ədədi 60-ın 75%-dir. Bərabərdir 75%-dirsə bu formada yaza bilərik. O da burada A nəyə bərabərdir? Sürətlə məxrəci deməli, məxrəcləri mən 2-yə ixtisar yaparsam burada 3 qalacaq, burada 5 qalacaq. Bu 5-lə 75-i ixtisar yaparsam burada 15 qalacaq. Deməli, çarpaz vurursam burada 1 qaldı. A-nı 1-ə vuranda A, 15-i də bu 3-ə vuranda eləyəcək 45. A-nı mən tapdım 45. Sonra 15 nömrəli sualda deyir ki, B ədədi 80-in 60%-i təşkil edir. B ədədi 80-in 60%-i təşkil edir. 60 bölünsün, yəni 100-ə. Sıfırlar ixtisar gedir. Bunu 0-la bu 0 ixtisar gedir. B də bərabərlə çarpaz vursa belə, B-ni 1-ə vuranda B, 8-də 6-ya vuranda eləyəcək 48. B-ni də tapdıq 48. Sonra B minus A fərqi A-nın neçə faizini təşkil edir? Deyir ki, B minus A fərqi A-nın neçə faizini təşkil edir? Vurulsun 100 bərabərdir. B-miz nə qədərdir? 48 çıxılsın 45, bölünsün 45, vurulsun 100%. Bərabərdir. 48-dən 45 çıxanda 3 bölünsün 45, vurulsun 100%. 45-lə deməli 103-dən 45 ixtisar gedəcək qalacaq nə? Burada 15. 15-dən 100-ü 5-ə ixtisar varsa 5 dəvə üçün 15, 5 dəvə üçün 10, yəni eləyəcək 13-də 20. Deməli, bu nisbət 13-də 20%-ə bərabər imiş bu formada hesablanır. Sonra deməli, keçək digər sualların izahına. Deməli, məsələn, deməli 22-də eyni sualda. Məsəl üçün 24 nömrəli suala baxaq. 24 nömrəli sualda deyilir ki, bu biraz fərqli oxşayır. Malın qiyməti 25% bahalaşdırılmışdır. Onun qiyməti neçə faiz ucuzlaşdırmaq lazımdır ki, əvvəlki qiymət alınsın. Malın əvvəlki qiyməti mən bilmirəm nə qədərdir. Bu tipli suallarda həmişə ya X-ni yazır, bilmədiyimiz ya X qəbul edirik və yaxud da 100 ədədiylə də işarə edə bilərik, 100-lə də işarə edə bilərik. Deyək ki, bizim malımız 100-dür. Deyir ki, malın qiyməti 25% bahalaşdırıldı. Malımız 100-dür, 25% bahalaşdı. 25% bahalaşdısa, deməli 100 üstəgəlsin 25 eləcək 125% bölünsün 100 bərabərlik 125 oldu. Deməli, malın əvvəlki qiyməti 100 idi, bahalaşdı, sonra 125% oldu. Sonra onun qiymətini neçə faiz ucuzlaşdırmaq lazımdır ki, əvvəlki qiymət alınsın. Onun qiymətini də neçə faiz ucuzlaşdırmaq lazımdır ki, yəni bu 125-i neçə faiz mən ucuzlaşdıra bilərəm ki, əvvəlki qiymət alınsın. Əvvəlki qiymətimiz deməli 100 idi. Ona uyğun gələn faiz də 100%-dir. Yəni çarpaz vursaq, deməli 100 vurulsun x bərabər 125 0 0. Bu 2 0-la bu 2 0 getdi 125. Deməli, onun qiymətini də neçə faiz ucuzlaşdırmaq lazımdır ki, əvvəlki qiymət alınsın. 125-dən də 100 çıxsın 25% ucuzlaşdırmaq lazımdır ki, əvvəlki qiymətə bərabər olsun. Sonra baxaq görək. Qutardı bu tipli suallar. Keçək digər hissəyə. Burada deyir ki, qiymətin dəyişməsinin faizli ifadəsi. Qiymətin dəyişməsinin faizli ifadəsi bu daha asan mövzudur. Qiymətin dəyişməsini biz faizlə necə ifadə edə bilərik? Məsəl üçün, burada çalışma 1 nömrəli sualı göstərir. Elə onun üzərinə sizə izah verim. Malın qiyməti 30 manatdan 48 manata qalxıb. Deməli, əvvəl 30 manat imiş, 30 manatdan 48 manata qalxıbdır. Bu tipli sualları biz necə işləyirik? Deməli, fərq bölünsün ilkin qiymət. Yəni, bu düsturu yadda saxlasaz, sizə bəs eləyir. Fərq bölünsün ilkin qiymət vurulsun 100%. Deməli, bax, bu düsturu yadda saxlayırsınız və qeyd edirsiniz dəftərinizə. Fərq bölünsün ilkin qiymət vurulsun 100%. İndi bu bizim necə işimizə yarayacaq? Deməli, deyir ki, malın qiyməti 30 manatdan 48 manata qalxıb, mal neçə faiz bahalaşıb?
Əvvəl 30 manat idi, sonra 48 manata qalxdı. Fərqini necə taparıq? 48-dən çıxaram 30-u, eləyəcək 18 manat. 18 manat deməli arada fərq var. 18 manat bahalaşıb bu 30 manatımız. Deməli ilkin qiymətimiz 30 manatdır, vurulsun 100-ə. Bu 0-la bu 0 getdi. 3-ü 18-ə bölsək 6. Deməli faiz də deməli biz onu neçə faiz bahalaşıb soruşursa 60% bahalaşıbmış. Yəni bu cür bir mal deməli ilkin qiyməti verilir, sonra deyir bu qədər artıbsa, siz həmişə bu düsturdan istifadə edin. Fərq bölsün ilkin qiymət vurulsun 100% düsturu ilə gedin. Belə daha rahat tapacaqsınız. Sonra keçək məsələn digər suala baxaq. Deməli malın qiyməti əvvəlcə 10%, sonra da yeni qiymətinə 10% atılır. Malın qiyməti biz bilmirik nə qədərdir. Mən dedim ki, bilmədiyim bir şey ya x ya da 100% olaraq qəbul edirəm. Malın qiyməti bilmirəm nə qədər x-dir. Malın qiymətini əvvəlcə 10%, sonra isə yeni qiymətini 10% azaltdılar. Malın qiyməti əvvəlcə 10% azaltdılar. 10% azaltma nə deməkdir? Yəni 100-dən mən 10 çıxsam, 100-dən 10 çıxsam 90%. Deməli malın qiymətini əvvəlcə 90% azaltdılar. 90% azaldılar, 0,9x oldu. Sonra deyir ki, bu yeni qiymətini, yəni bax bu yeni qiymətini 10% azaltdılar. Bu yeni qiymətdə 10% azaltdılar. Deməli eləyəcək nə? 10% azaltsalar 100-dən də yenə də 10 çıxsam, 100-dən 10 çıxsam eləyəcək 90. Mən 90. Bu 0-la bu 0 getdi. 9-u 9-a vursa 81, 81x bölsək 100-ə eləcək 0-dan 100-ə 81 x eləyəcək. Sonra deyilir ki, malın ilkin qiyməti neçə faiz ucuzlaşdı. Deməli, əvvəlki qiyməti nə idi? X idi. Sonra oldu 0-dan 100-ə 81 x oldu. Vurduq 100-ə. Deməli, bərabərdir. 0-la x-lər getdi. 100-ü 81-ə vursaq, 0-dan 100-ə 81-ə vursaq eləyəcək 81%. Amma bizim cavabımız bu deyil. Deyir ki, deməli, yeni qiymət neçə faiz? İlkin qiymət neçə faiz ucuzlaşdı. İlkin qiymətimiz əvvəl neçə idi? 100 idi də. Sonra ucuzlaşdı, oldu 81. Baxaq gör nə qədər ucuzlaşma var. Deməli eləyəcək 19%. 19% bizdə ucuzlaşma gedibmiş. Deməli bir də oxuram şərti. Deyilir ki, malın qiyməti əvvəlcə 10% ucuzlaşdı, azaltdılar. Sonra isə yeni qiymətini 10% azaltdılar. Malın əvvəlki qiymətini mən bilmirəm, ilkin qiyməti bilmirəm nə qədərdir, x-dir. Deyək ki, əvvəlcə malın qiymətini 10% ucuzlaşdırdılar. 100-dən 10% çıxsam, ucuzlaşma deyəndə çıxırıq, bahalaşma deyəndə toplayırıq. Deməli 100-dən 10 çıxsam 90%, tapdıq ki, x-in 90%-i eləyəcək 0,9x-a. Sonra deyir ki, bu yeni qiymət ki var ha, bu 0,9x. Bu yeni qiymətini 10% ucuzlaşdırdılar. Yenə də 100-dən 10 çıxsam eləyəcək 90%. Yəni 0,9x-in 90%-ni mən tapsam, eləyəcək 0-dan 100-ə 81x-ə bərabər olacaq. İndi bu deyir yeni qiymət əvvəlki malın ilkin qiyməti neçə faiz ucuzlaşdı. Malın ilkin qiyməti nə qədərdir? Baxın x idi, düzdürmü? X deməli ilkin qiymət bölünsün 0-dan 100-ə 81 x-a vuracaqsınız 100-ə. Bu deyiləcək 81%. Amma neçə faiz ucuzlaşdı, bahalaşdı, ucuzlaşdı deyəndə həmişə bu tip suallarda bahalaşdı ya ucuzlaşdığını soruşursa 100-dən çıxacaqsınız bu aldığınız cavabı. Eləyəcək 0-dan daha doğrusu 19%. 19% sizin cavabınız olacaq. Sonra keçək misallar üzərində daha. Deməli, məsələn 80-dən 90-a qədər dəyişməni faizli ifadə edin. 80-dən 90-a qədər dəyişməni faizli ifadə edin. 80-dən 90-a qədər görə nə qədər dəyişmə var? Deməli, olacaq artım olubdur. Deməli 80-dən 90-a qədər 10 vahid artım olubdur. Düzdürmü? 10 vahid artıbdır. Deməli fərq bölünsün. İlkin qiymət nə qədər? 80 vurulsun 100%-ə. 0-dan ixtisar getdi. 100-ü də 80-ə bölsəm eləyəcək nə? Burada bölməni də sizə göstərirəm. 100 bölünsün 8. 18-in içində bir dəfə düşür. Ondan 8 çıxanda 2, 20. 8 də 2, 16. Ondan 6 çıxsa 4. 4 8-ə bölünmə 0 əlavə edəcək. Burada virgül da əlavə edirik. 48-ə böldü eləyəcək 5. 8-də 5-in 40 deməli eləyəcək 12,5. Deməli 80-dən 90-a qədər dəyişmə 12,5-ə bərabər olubmuş.
Sonra 450-dən 675-ə qədər dəyişməyə, yəni də 675-dən 450-yə qədər dəyişməyə fərqə baxacaqsınız ki, fərq nə qədərdir? Fərqi böləcəksiniz ilkin qiymətə. Sonra traktorçu bir gün ərzində 12 hektar əvəzinə 15 hektar yer şumladı. Deməli, baxaq görək. Traktorçu yenə hovuzun hündürlüyü eyni suallar bilən. Traktorçu deməli 12 hektar əvəzinə 15 hektar yer şumlayıbdı. O planı neçə faiz yerinə yetirdi? Deməli, 15 hektar şumlayıbdı. Deməli, onda neçə hektar? 12 hektar əvəzinə, deməli 15 hektar yer şumlayıb. 15-dən 12 çıxsaq 3 vurulsun 100%. 12-ni 3-ə bölünəcək 4, 1, 100-ü 4-ə bölünəcək 25%. Deməli, plan 25% yerinə yetirmiş. Digərləri də eyni suallar. Məsələn, 11 nömrəli suala baxaq. İşarə qoymadığım suallara baxıram ən çox. Deməli, kitabın deməli qiyməti məndən soruşur. Deməli, baxsaq, kitabın qiyməti 3,6 manatdan 2,7 manata endirildi. 3,6 manatdan deyir ki, 2,7 manata endirilibdir. Kitabın qiyməti neçə faiz ucuzlaşıb? Deməli, ilkin qiymətimiz 3,6 manat imiş. Bu qiymətdən bu qiymətə düşübdür. 3,6 çıxsın 2,7, 0,9 vuracaqsınız 100-ə. Gör nə qədər endirim olub bu, düşmə var. Deməli, sürət əmmək xərci mən 10-a vursam, burada 0 gedir, burada vergül gedəcək. Deməli, 9 bölünsün 36 vurulsun 100%. 9-u 100-ü deməli 9-da 36 çəkəndə burada 4 qalacaq, burada 1, 100-ü 4-ə bölü 25% eləyəcək. Kitabın qiyməti neçə faiz ucuzlaşdı? 25% ucuzlaşdırıldı. 25% ucuzlaşdı. Formada tapırsınız. Sonra baxaq görək. Hamısı eyni suallardır. Deməli, malın qiyməti əvvəlcə 5%, sonra isə yeni qiyməti 10% artdı. Baxın, 18 nömrəli sualdan bir izahə verirəm. 18 nömrəli sual 19 eynidir. Sonra 20-ni izahə verəcəm. Qalanları da eyni suallardır. 18 nömrəli suala baxaq. Deyilir ki, malın qiyməti əvvəlcə 5%, sonra isə yeni qiyməti 10% artırdılar. Mal bilmirik nə qədərdir. Mal ya 100 qəbul edək, ya da ki, x olaraq qəbul edək. Mən 100 olaraq qəbul etmək istəyirəm. Görüm malım mənim 100 deyək ki, kiloqramdır. Məsələn, kiloqramdan söhbət gedir. Malın qiyməti əvvəlcə ümumi 100 kiloqram malımız var. Əvvəlcə 5% artırdılar. 100 idi, 5% artma nə deməkdir? 100 üstəgəlsin 5 eləyəcək 105%. Yəni oldu nə? Oldu bölsək 100-ə eləyəcək 105. Malum əvvəl 100 idi, sonra oldu 101. Sonra isə deyir ki, bu yeni qiyməti 10% artırdılar. Bu yeni qiymətimiz nə qədərdir bizim? Bax 105-dir. Bu 105-də deyir ki, 10% artırdılar. 10% artma nə deməkdir yenə? 100 üstəgəlsin 10 eləyəcək 110. 110 bölünsün 100-ə. Bu 0-la bu 0 gedəcək. 105-i də mən 11-ə vursam və ona bölsəm, deməli 105-i vursam 11-ə, bir tam, deməli 1155 bölünsün 10. Deməli, ona 100-ə bölmədə də vergül sıfırlan sayıqda sola düşəcək. 115,5 eləyəcək. Sonra yeni qiyməti 10% artırdılar, bunu yazdıq. Malın ilkin qiyməti neçə faiz artırdılar? Malımız əvvəlcə nə qədərdir? 100 idi. Baxın, sonra oldu 115,5-ə bərabər oldu. 115,5-ə bərabər oldu. Deməli, nə qədər artım var? Baxaq görək, 100-dən elə bil ki, 115,5-ə gəlib çatıbdır. 115,5-dən mən çıxsam 100-ü, deməli 5, 1. 15,5%, 15,5 kiloqram artım var. Deməli, nəyə soruşur məndən? Malın ilkin qiyməti neçə faiz artırdılar? İlkin qiymətimiz nə qədər? 100-dür. Deməli, fərqimiz 15,5-dir, vurulsun 100-ə. Bu sıfırlar getdi, 15,5 faiz artım olmuş. Artımı da bu cür tapacaqsınız. Sonra digər suala baxsaq,
Deməli, baxaq. Deməli 21-dir, 22-dir. Bunlar düzbucaqlının eninin uzunluğundan 5 dəfə kiçikdir. Düzbucaqlının eni uzunluğundan 2 dəfə, deməli hansına baxırıq? Deməli 20 nömrəli suala baxaq biz. Düzbucaqlının uzunluğu enindən 2 dəfə böyükdür. Düzbucaqlının uzunluğu enindən 2 dəfə böyükdür. En x-i uzunluq da ondan 2 dəfə böyük olduğuna görə 2x yazacağıq. Onun uzunluğunu 20%, eni isə 10% artırsaq, perimetr neçə faiz artır? Perimetr nə qədərdir? Burada perimetr 2 üstü 2 vurulsun 2x plus x, 3'ü də 2 bölü 6x. Deməli P1, yəni ilkin perimetrimiz bizim 6x'dir. Sonra deyir ki, onun uzunluğunu 20%, enində 20% artırsaq, o uzunluğunda enində 20% artırsaq. Uzunluğumuz deməli 20% artmaq nə deməkdir? 2x-i 20% artıranda olacaq 120, bölünsün 100-ə. 12-ni 2-yə vuranda eləyəcək 24, 24x bölünsün 100, eləyəcək 2,4x olacaq. Uzunluğumuz oldu 2,4x-a. İndi enini hesablamağı göstərim sizə. Deyir ki, onun enində 20% artırsaq. Enimiz nə qədərdir? Baxın, enimiz x idi. Bu x-i də 20% artırsaq, x 20% artmaq, yəni 120 deməkdir. 120 bölünsün 100-ə. 12x bölünsün 10-a. Bu deyəcək 1,2x-a. Yəni enimiz oldu 1,2x. 1,2x. Yəni bunun perimetrə görə nə qədərdir? P2 bərabərdir. 2 vurulsun 2,4x də gəlsin 1,2x. Perimetrin ümumi düsturu necədir? P vurulsun, P bərabərdir 2 vurulsun A üstə gəlsin B düsturunun sayəsini hesablayırıq. A, bu da B də buradır. Deməli, bunları da hesablasaq, bərabərdir 2 vurulsun 2,4 üstə gəlsin deməli 1,2 eləyəcək 3,6x. 3,6x. 3,6-nı da 2-yə vuranda 7,2x elədi. Deməli bizim ilkin qiymətimiz, baxın perimetrimiz buydu. Sonra artdı, oldu, bu qədər oldu. İndi ki onun deməli perimetri neçə faiz dəyişir? Baxaq görə 7,2-dən mən 6 çıxsam 1,2x eləyər. 1,2x eləyərmiş. Deməli 1,2x-i, yəni aradakı fərqi mən bölsəm ilkin qiymətimizə. İlkin perimetrim nə qədərdir? 6x-dir. 6x-a vursam 100-ə. X-lar gedər, bu 0-la bu 0 bir gedər. 120-ni də bölsün 6-ya 20% artım varmış. Yəni bu cür düsturumuz, misalımızın həlli bu cür bu formada oldu. Deməli baxın suala. Sonra keçək 23 nömrəli suala və ya 24 nömrəli suala baxa bilərik. 24 eyni suallardır. Düzbucaqlının uzunluğunu 30% artırıb enindən 30% azaltsaq, onun sahəsi neçə faiz dəyişər? Düzbucaqlımıza baxaq. Deməli, sahəmiz əvvəl nə qədər idi? S1 ilə işarə edirəm. Bunu da S2 ilə işarə edirəm. Deməli, S2. Əvvəl deməli, düzbucaqlının sahəsi A, bu da B. Nəyə bərabərdir? A vurulsun B-yə bərabərdir. Sonra sahəmizi deyir ki, düzbucaqlının uzunluğunu 30% artırsaq, uzunluğumuz nə qədərdir? B-dir. 30% artmaq nə deməkdir? Bu suala baxıram. Uşaqlar, deməli, bu suala baxıram. Deməli, düzbucaqlının uzunluğunu 30% artırsaq, uzunluğumuz bizim B-dir. Onu 30% artırsaq, 130 eləyəcək. 130, B-nin 130%-ni tapsaq, 1,3 B olacaq. Bura 1,3 B olacaq. Sonra enini də 30% azaltsaq. Enimiz nədir? A-dır. A-nı da mən 30% azatsam, 100-dən 30 çıxanda 70. Eləyəcək 0,7 x-də bu eləyəcək 0,7 A-da bu eləyəcək. Onun sahəsi neçə faiz dəyişər? İndi 0,7 A-nı 1,3 B-yə vuraq. 0,7-ni 1,3-ə vursaq 7 dəfə 3 21, bir dəfə 7, 7, bir dəfə 0, 0, 0, 9, 1. Deməli, vergüldən sonra 2 dənə rəqəm var. Sağdan sola doğru 2 dənə rəqəm ayırırıq. 0-dan 91, deməli 0-dan 91 AB. İndi onun deməli sahəsi neçə faiz artar? Neçə faiz artar baxaq görək. Neçə faiz dəyişər? Artar soruşmur, dəyişər soruşur.
Deməli, əvvəl sahəmiz AB idi, sonra oldu 0-dan 91 AB. Gör nə qədər demə dəyişmə var. İlkin qiymətimizi ya fərqi bölək. Deməli, fərqimiz nə qədərdir? 1-dən bu 1 AB-dir, bu da 0-dan 91 AB-dir. 1-dən çıxsam 0-dan 91-i, ondan 1 çıxsam 9, bu da 9 qalır. 9-dan 9 çıxanda 0, 9-dan 1 yox, 0 qalır. 0-dan 0 çıxsaq 0 edir. Deməli, 0-dan 9% fərqdir bizim. Yəni, bu fərqi mən bölürəm ilkin qiymətə, yəni ilkin qiymətimiz nədir? AB-yə vururam 100-ə. Bununla bu getir, 0-dan 109-a 100-ə vursaq, eləcə 9% azalma olacaq. Niyə görə azalma olacaq? Baxın, bu 1-dir, bu da 0 tamdır. Bunun tam hissəsi nədir? 1-dir. Bunun tam hissəsi nədir? 0 tamdır. Əgər 0 tamdırsa, demək ki, bu azalmanı göstərir. Amma məsələn, 1 tam olsaydı, bu artmanı göstərəcəkdir. Yəni, burada 9% sizə azalmanı göstərir, artmanı yox. Və yaxud da ki, ya aradakı fərqi taparsınız, bölərsiniz ilkin qiymətə və yaxud da ki, sonrakı qiymətimiz nə qədərdir? Sonrakı qiymətimiz budur da. Bu 0-dan 91-i bölərsiniz AB-ni, bölərsiniz AB-yə vurarsınız 100-ə. AB-lər getdi. 0-dan 91-i 100-ə vuranda eləcə 91%. 91% sizin cavab deyil. 100-dən də çıxacaqsınız 91-i, eləcə 9. Yəni 9% azalmanı göstərir. Baxın, burada 91% azalmanı göstərir, artmanı yox. Dedik ki, əgər 100 neçə faiz 100 keçsəydi artmanı göstərirdi, amma 100-dən aşağı qiymətlər olanda bizə azalmanı göstərir. Və yaxud da ki, baxın, burada tam hissələrlə sizə göstərdim və yaxud ki, bu 1 tamdır, AB-nin yanında həmişə 1 olur. Yəni, yazmırıqsa, o bilir ki, biz 1-dir. Burada bunun tam hissəsinə baxın, 0,91-dir. Əgər 0,91-ə düşübsə, demək ki, bu azalmanı göstərir. Bu formada da hesablayıb çıxıb aradakı fərqi bölərsiniz ilkin qiymətə, taparsınız cavabı və ya birbaşa cavabı taparsınız. Və yaxud da ki, son qiyməti bölərsiniz ilkin qiymətə, vurarsınız 100-ə, 91, amma aldığınız cavab sizin cavab sayılmır. Siz 100-dən də çıxmalısınız 91-i və o artıq o aldığınız cavabı sizin cavabınız olacaq. Bu formada da hesablaya bilərsiniz. Bu qədərdir ki, suallar da hamısı eyni qayda ilədir, yəni fərqli bir nəsə yoxdur.